Xəstəmiz 42 yaşında qadın pasiyentimizdir. Öd daşı xəstəliyi ilə müraciət edib, laparoskopik xolestektomiya əməliyyatını icra edirik. Görürsünüz, burada böyük bitişmələrimiz var idi. Bitişmələri ayırmışıq. Baxın, öd kisəsi gərgin idi, punktsiyalıyıb müəyyən qədər boşaltmışıq. Adi öd əməliyyatlarından biridir laparoskopik xolestektomiya. Ductus sistikanı, arteriya sistikanı ayırmışıq. Demək istədiyim başqa bir şeydir. Xəstəmizin 42 yaşı var, az öncə qeyd elədik. 5 ay öncə abdominoplastik əməliyyatı icra edibdir. Ondan sonra ağrıları da müntəzəm olub. Niyə? Ona görə ki, abdominoplastikada diastaz yığılır, qarın gərginləşir. O da öddə olan daşın pristut verməsinə, ağrı verməsinə daha da artırır və onunla bağlı mən cəmaata müraciət edirəm ki, daha çox önəmli olan sağlamlığınıza diqqət edin. Həyatı vacib xəstəliklərinizə diqqət edin. Yaxşı olardı ki, bu xəstəmiz plastik əməliyyatdan öncə bu əməliyyatı icra elətdirərdir və yaxud həmən vaxtı, abdominoplastika vaxtı öd daşını da kənarlaşdırardı. Sağlam yaşamamız üçün gərəkən orqanizmdə problem varsa, patologiya varsa onu aradan götürmək, nəinki plastik əməliyyatı ondan sonra, mən demirəm plastik əməliyyatlar icra olunmamalıdır filan. Yəni ondan sonra sağlamlığımızı təhdid edən xəstəlikləri aradan götürdükdən sonra plastik əməliyyatlar icra olunmalıdır. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.